Amerika Birləşmiş Ştatları ilə gərginlik getdikcə artır. İran müharibəyə hazırıq dedi. İran Amerika Birləşmiş Ştatları ilə birbaşa danışıqların şərtini açıqlayıb. Report xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Naziri Abbas Əraqçı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Vaşinqton Tehrana qarşı siyasətini yenidən tənzimləməsə, İran Amerika Birləşmiş Ştatları ilə birbaşa danışıqlara getməyəcək. Nazir indiki vəziyyətdə Amerika Birləşmiş Ştatları ilə birbaşa danışıqları rədd edib. Maksimum təzyiq kampaniyası adlanan və İrana qarşı təkrarlanan təhdidlər Vaşinqtonla danışıqlara getməyi qeyri-mümkün eləyir. Bu bizim qəti və aydın siyasətimizdir. Amerika Birləşmiş Ştatlarının İrana münasibətində əsaslı dəyişiklik olana qədər birbaşa danışıqlar aparılmayacaq. Bizim məqsədimiz milli maraqları və təhlükəsizliyi təmin etməkdir. Güzəştə getməyəcəyik deyə o əlavə edib. Nazir həmçinin ölkəsinin istənilən ssenariyə hazır olduğunu diqqətə çatdırıb. Əminəm ki, kiminsə İrana hücum eləmək ağlına belə gəlməyəcək. Çünki onlar bunun nəticələrini bilirlər. Heç bir müharibə olmayacaq. Çünki biz buna hazırıq.